Salam dəyərli izləyicilərimiz. Bugünkü avtomobilimiz Range Rover iri 2016-cı il mühərriki 3 motordur. Supercharger mühərrikdir, benzin mühərrikdir. Avtomobil gömrükdən birbaşa bizim servisimizə yaxınlaşıb və hal-hazırda avtomobildə yağ dəyişmə xidməti göstəriləcək. Əlavə olaraq tam filtrlər yoxlanılacaq, yeni içindən əvəz olunacaq. Lazım olan qulluqlar hamısı görüləcək avtomobil üçün. Avtomobildə qulluq göstərən usta Kamran ustadır. Kamran usta, avtomobil haqqında biraz zəhmət olmasa məlumat verə bilərsiniz? Avtomobil Amerikadan gəlir. Gömrükdən birbaşa yanımıza gəlir. Hal-hazırda yağın dəyişirik. Motorun içində endoskop kamera ilə baxış keçirik. Motorun içi tərtəmizdir. Hal-hazırda yağın dəyişib, hazırlayıb. Bütün filtrləri, hava filtrləri, salon filtridir, yağ filtridir, benzin filtridir. Hamısını dəyişib, hazırlayıb. Müştəriyə təhvil verəcək maşını. Gördüyünüz motor fanadır, hər bir şeydə seh kimi olacaq. Hal-hazırda mühərrikin vəziyyəti belədir. İstəməz avtomobil 3 aydır, yoldadır və görülən çirkabdır, hamısı yolda yığılıb. Kamran usta, bu avtomobil, bu mühərriklər haqqında nələr bilirsiniz? Yəni, nə məlumat verə bilərsiniz? Zəif yeri nədir? Bu mühərriklərdə ən çox sıradan çıxan şeylərdən biri val olur. Valında problemlər çox. Ya da normal bir şeydir. Biraz da avtomobil belə deyim, yüksək motordur, təzyiqli motordur. Sürürsən, istifadə edirsən, elə momentlər var ki, orada elə sürmək lazımdır ki, maşını qorumaq lazımdır. Sürdüyün kimlə qorumalısan, yanacağıdır, yağıdır, filtrlər, hər bir şeyin gərək qoruyasan ki, səbəbi da sən hər yerdə pakrivat eləsin, ıslıqlarda qalmayasın. Ona görə maşınları incitmək lazımdır. Sərt sürüşlərdir, pis sürüşlərdir, onlardan bu avtomobillər üçün istifadə eləmək olmazdır. Ümumiyyətlə, elə bir hadisə baş verib, yəni valı xarab olub və yaxud da yağ dəyişimdə nəsə bir problem olub sıfırdan. Haradasa bir 8-9 ay bundan əvvəl bir dənə Range Rover gəlmişdi, sport. Onun 3 motor idi, 3 benzin motoru. Onun motoru, məsəl üçün, burada xodladıq. Xodlayan kimi avtomatik valı səsi, tak, 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 tak. Yəni, avtomatik xodlayırdıq, sonra da belə deyil. O birbaşa buradan getdi motorisiyə, söküldü, valı qırılmışdı. Sepin başmağı qırılmışdı. Nəsə belə bir xeyli xərci çıxmışdı. Haradasa bir 4500 xərci çıxmışdı. Buna görə qorumaq lazımdır ki, bu bir dənə motoru Hyundai atan qiymətlərdir. Hadisə deyilənə görə 10.000 civarında xərc çıxır. Ona görə də avtomobillərinizi çalışın, qoruyun. Yəni, avtomobil də gömrükdən gəldiyi zaman çalışın, avtomatik maşını xodlamayın. Vırın evakuatora, aparın servisə, servisli ustalar baxış keçirsin. Çünki ola bilər, yoldur, avtomobil gəlir, bilinmir avtomobilin vəziyyəti, daxili nə vəziyyətdədir. Avtomobil budur, hal-hazırda vəziyyəti belədir. Yəni, gördüyü kimi içərisi də bu vəziyyətdədir. Şimdi düzdür, bunu onsuz da avtomobilin sahibi aparacaq, daxili təmizliyin elətdirəcək. Yəni, görürsünüz, şit nə vəziyyətdədir. Buranın benzinin keyfiyyətini yüksək olmağa baxırda göstərir. Maşın rahat bir 4 ayda yol gəlir, belədir. Aksiyonda da qalır da bir 2 ay, 3 ay. Ondan əvvəl də sürüb gətirib qoyulur. Yağın keyfiyyətini görsən, sap-sarı. Elə bir təzə təşkil. O yağın keyfiyyətini, o benzin keyfiyyətini. Benzin çox keyfiyyətli. Tükürdü azdır. Filtrini qoy çıxardaq, yağ filtrini. Görə yağ filtrini mənə göstərir. Antifrisi deyil. Antifrisini sözünə sağı çox maraqlıdır. Mənə ki, qazi. Urbini yerində da. Range Rover'lərin ən xəstəli olan yerlərindən biri antifrislərdir. Onların arxada bir dənə kulaq olur. 5 gün oradan yəni antifrisi atıdır yerə də. Bizdə arada bir 4 dənə, 5 dənə Range Rover var ki, 2-3 gündən biri litre yarım da oxu eləyirəm. Baxırıq indi filtrin vəziyyətinə. Yağ filtri görək nə vəziyyətdədir. Bunun yağ filtri. Çək. Yağ filtrinin də vəziyyətinə baxırıq. Həqiqətən yağ filtri yaxşı vəziyyətdədir. Və əsas bizə vacib olan arasında struşka var yoxsa yox? Yox, struşka.
Daha biz onun strujkasını yoxlayaq. Strujka görəyi var, yoxsa yoxdur. Heç nəydə yox. Tərtəmizdir. Yəni filtrin vəziyyətinə baxın, yəni tərtəmiz. İstər-istəməz, yəni bayaq Kamran usta dediyi kimi də bizim yanacaqla Amerikada istifadə olunan yanacaq tamamilə fərqlidir. Yəni keyfiyyət də ondan bəllidir. Onları filtrin qapağında təmizləyirik. Mühərrikdə neçə litr yağ çıxıb təxminən? 5 litr yağ. Arada bizim bu moşkilə çəkin, yaxşı oğlandır. Çək olmamızın. Bunda hansı filtrdən istifadə olunacaq? Bunda filtrlərimiz fərqlidir. İndi bir göstərəcəm hansılardan ən yaxşısını istifadə olunacaq. Yəni sırf rəsmi orijinal məhsullardan istifadə edəcəyik. Hamısı birəbir orijinal. Hansı filtrdən istifadə olunacaq bizdə? Mon filtri. Mon filtri. Burada da qeyd olunub, kodlanılır. Hamısı orijinal filtrlərdir. Onu da qeyd edək ki, üstündən çıxan filtr Çin istehsalı filtrdir. Yəni Amerikanlılar da, yəni Amerikada da Çindən yəni filtr alırlar. Deməli filtrimizi bağlayırıq yerinə. Şey yağladıq bunu. Deməli filtr yerindədir. Normal qablaşması. Bir də əlavə olaraq qeyd etmək istəyirik ki, avtomobilin sahibi buradan da avtomobili aparacaq servisə avtomobil tam olaraq 2020-ci ilə yığılacaq paket olaraq. Facelift deyirlər ona. Facelift olacaq, avtomobil təmiz dəyişiləcək. Hal-hazırda isə antifrizin, yəni soyutma mayəsinin keyfiyyəti yoxlanacaq. Görək antifriz nə vəziyyətdədir. Avtomobil dünən xodlanıb da, düzdür bugün xodlanmayıb ki, görürsən hələ də istiliyini saxlayıb. Antifrizin vəziyyətini də yoxlayırıq. Aha. İnan ki, antifrizin vəziyyəti fulldur da, əlindən fərli dərəcəni toxulur. Yəni, belə kamerada göstərə bilmirəm, göstərərsəm göstərərəm o sizə. Əl vurmaq buna günahdır da, belə deyim. Yəni, nəsə fikirləşmək də günahdır. İndi maraqlısı odur ki, bunda hansı antifrizdən istifadə olunur? Bu hansı firmadır ki, belə keyfiyyətdir? Orada isə əyləc mayəsidir, düzdür? Bunun motoru 5 motordur da. Range Rover 5 motoru sevir də. 5 motor başqadır. Val problemi yaşamırsan, valın dərdini çəkmirsən. Dərd çəkdiyin ancaq yağla benzinidir. Hardasa rasxodları 2 litr, 2 litr yarım fərq edir. 5 motorla 3 motorun arasında. Sadəcə indi orada istər-istəməz illik bunun texas motoru var, sığortası var, onlarda ucu qiymət fərq edir, bəli. Aha. Bunu da yoxlayırıq. Əyləc mayəsi də yaxşı vəziyyətdədir. Nəmliyi yox, tərtəmizdir. Amerikadan gələn əsgər maşınlarda yəni nəmli problemi olur. İstər-istəməz elə ştatları var ki, orada nəmişlik çəkir, əyləc mayəsində nəmişlik görsən. Bu avtomobildə isə nəmişlik olmadı. Yəni əyləc mayəsi tam ideal vəziyyətdədir.
Bunu da qeyd edək ki, avtomobilin tam məlumatları qapağın altında olan bir xada göstərilir. Avtomobilin ilidir, ban nömrəsidir, hamısı var. Və əlavədə yağ qapağının üstündə də istifadə olunacaq özürlükdə qeyd ediblər. Yəni bu avtomobillərdə 3 supercharged motorda 0W20 özürlükdə yağdan istifadə olunmalıdır. Yəni bu bunun tələbidir. Aha. Avtomobildə istifadə olan yağda gəlir. Hansı markadan istifadə edirik? Alman markasıdır. Biz bəzi yerlər kimi, bəzi şeylər kimi istehsalçı tərəfindən öz yanımızdan nəticə də eləmirik. Yox. İstehsalçı göstərir ki, burada 0W20. Biz də istifadə etdiyimiz yağ Alman markasıdır. 0W20. Görürsüz Land Rover STJ 03 5006. Aha. 500. Bu qeyd olunur. 9 qeyd olunur. Hamıya da tövsiyə edirik. Biri 530 tökülür, biri 030 tökülür, biri 540 tökülür. Yəni bunu yəni istehsal edən şəxs qoyur ki, bunu sərt özəllikdə bu, belə deyim də, sərt tələblərdir. Bunu qoyur ki, bundan istifadə edir. Sən özünün yox qabırsan ki. Getdik ya Allah. Bütün müştərilərə tövsiyə edirik ki, istehsalçı tələbinə uyğun yağdan istifadə edəsiniz. Yəni sərt tələbdən kənar yağdan istifadə eləməyəsiniz. Motorun içində yağ kanalları olur. İğnə deşliyində olur, qalın olur, nəzikliyi olur. Onun motoru yığandan sonra fikirləşirlər ki, maşın xodlananda bu yağ, bu stəkanları 1 saniyəyə qalxmalıdır. Bunu sən məsəl üçün özünü dəyişib 530 qoyursansa, motorun reqlamentini aşağı salırsan. Çünki o yağ hər dəfə 1 saniyə gec çatdıqca ora, o birbaşa dağılmış ki, 50 min ömrü varsa motorun, məsələn 30 min olur, 20 min kəssə. O yağ 1 saniyə gec çatdırır, başlayır dəmir üstündə işləməyə. Bir dəmir üstündə maşın kodlananda ən azı 5 dəfə, 10 dəfə işləyir. Bəs eləyir də o da, yəni ömrü azalır. Ona görə məsləhət görürük ki, nədir odur, ondan istifadə edir. Deməli, avtomobilə neçə litr yağ gedir? 8 litr. 800 litr yağ gedir. 3 dizelləri 6 litr gedir, 3 benzinləri 8 litr. Hal-hazırda avtomobilin yağı yenisi ilə əvəz olundu, mayələr yoxlanıldı. Qaldı hava filtrini yoxlayıb yenisi ilə əvəz etmək və salon filtri. Yəni, bu avtomobillərdə də qoşa filtr olur, sağ-sol. Avtomobildə olan filtrin vəziyyəti budur. Vəziyyəti belədir, yaxından da göstərim. Yetəri qədər sirklidir, arası dolub. Yəni, diqqət eləsəz görürsünüz ki, arası tam dolub bunların. Həm də nəmişlik görürsünüz, nəmlik dağılanda. Arasına baxsaz görürsünüz böyle. İkinci filtrdə çıxdı, ikinci filtrin də vəziyyətinə baxaq. O da həmçinin. Bunlarda bir şey var, bir filtr, o birisi məsələn bu tərəfdəki filtr həmişə çox çeşitli olur, o tərəfdəki filtr elə bir zapaz kimi də, nə tərəfdə maşınlarsa fərqli olur. O tərəfdəki həmişə təmiz çıxır. Ola bilər oksigen buradan keçir, ona da buradan keçir. Yəni buradakı çox seçilənir, oradakı az seçilənir. Bunda demək olar ki, sizdə eyni vəziyyətdədir. Buna filtrləri manual olur. Land Rover manual. Yəni burada qeyd olunub, bu filtrlərdə üstündə olan man filtrdir, orijinal filtrdən. Təzə filtrlərimiz də burada. Eyni qaydada bu da həmin firmanın filtridir, man filtrdir. Yerinə qoyuruq filtrləri. İndi şüşəsilə mayəsini də əlavə edirik.
tam boşuymuş ki. Ciyar yanı. Abi. Onun hər için daxili vəziyyətidir. Ətraflı göstərmişsə görürsünüz, hər yer çirkli. Hər yer toz içindədir. Orada yarpaqlardır. Və hamısı tozdur. Yarpaq qırıntılardır. Bu vəziyyətdədir. İndi hardasa 15 dəqiqədən sonra buralar olacaq tərtəmiz. İndi isə avtomobilin qapıları yağlanır. Oradan görsəndiyi kimi. Maşınımızın çox gözəldir bir dənə nömrəsi var. Onu göstərmək olmaz. İnan ki nömrə hamı sən mahnı qoşardı ona görə. Aslında o zonlara uyğun mahnı var. 100%. Ona da bir şey deyim ki, dəsən maşının içində yaşayış olub ha. Orada soska, diş şotkası. Sən hansısa John burada yaşayıb. Bagajın çöldə yarı qürbət səndə buralar. Bu deyəcək. Maşından məqsədə görürsünüz. Avtomobilin salonu bütöv yoxsundur. Çox pis ya. Başlayırıq əsas məsələyə. Mühərrikin içərisini təmizləməyə. Ora dildə deyə makrofonlar. Bəli. Başladıq mühərrik altı. Mühərrik hissəsini təmizləməyə. İlk növbədə yüksək təzyiqli hava ilə olan yarpaqları zaten hamısı mühərrikin üstündən götürürük. Yarpaqlar görən Amerika yarpağı. Çox güman ki, onu yaxda saxlamaq lazımdır. Birini götürək xatirə kimi. Mühərrikin üst krışqası, yəni qapağı qoyuldu üstünə. İndi başlanır avtomobil bu hissəsi köpüklənməyə. Bu köpük xüsusi köpüydür. Qras firmasına məxsusdur. Biz gedib 3-4 dənə şey bir-birinə qatıb şampun hazırlanmırıq Feridən zaten. Birbaşa Qrasın motorxana yummaq üçün dərin alınır. Çirki görünəcək. O da deyir ki, bu maddə yəni ki, istifadə olanda yanında durmaq qəti qadağan olunur. Çünki hədsiz dərəcədə boğucu bir qoxusu var. Təsiri çox ağırdır. Görün çirki necə yuyur, necə başlayır yeməyə, çəkir öz zanına. Başlayır belə şotqalanır. Hər tərəfli tam təmizlik olunur. Yəni biz çalışırıq bütün müştərilərimizə belə bir xidmət göstərək. Yəni bizdə xidmət görən bütün müştərilər yəni bilir ki, bizdə tam tərtəmiz hər hissəsi yuyulur. Hal-hazırda şotqalandı. İndi gözləyirik biraz hopsun canına. Ondan sonra başlayacağıq buranı bu hissəni tam yuyacağıq və axırda isə göstərəcəyik. Yəni vəziyyətin necə olacaq. Və budur mühərrikxana bölməsi
təmizləndi. Su buharla yuyuldu. Lazım olan yerlər tam dərindən təmizləndi. Yəni hal-hazırda mühərrikin altı çox təmiz və ideal vəziyyətdədir. Yeni bir avtomobil kimidir. Və budur. Bu mühərrikxananın son halı. Fərqi özünüz də görə bilərsiniz. Tərtəmiz, parıldayır. Bizə gələn döymüşlərin avtomobili bu vəziyyətdə olur. Tərtəmiz. Düzdür Kamran usta? Motorxanadan çiçək yiyəcəm. Belə də olmalıdır. Düzdür, bu hamısı vaxt tələb edən bir şeydir. Yəni, biz çalışırıq ki, müştəriləri razı salaq. Ona görə də biz də tələsmirik. Yəni, başqa yağlamalarda ola bilər 10 dəqiqə, 15 dəqiqə yola salsınlar. Bizdə bu xidmət 20-25 dəqiqə vaxt aparır, yarım saat vaxt aparır. Avtomobildən asılı olaraq vaxt dəyişir. Amma biz çalışırıq ki, tam ideal vəziyyətdə avtomobili yola salaq. Və belə nəticə əldə eləyək. Salon filtrini də çıxartdıq. Salon filtri də vəziyyəti bərbad. Pis gündədir. Pis gündədir ya. Dəyişilməlidir. Azərbaycan filtrdən əvəz edək. Filtr. Yeni filtr. O hansı firmanın filtri idi? Bu Winderlərdə. Bu Winderlərdə. Yeni filtr də qoyduq. Ətirlədik qoyduq. Oturdu. Gözdə qoşaq. Bunun qarmoşkası buradan bağlanır. Əziz və dəyərli izləyicilərimiz, avtomobilin bütün maye sistemləri yoxlanıldı, yağı dəyişildi, filtr sistemi yoxlanıldı, dəyişildi, videolardan hamısını göstərilir, motorxananı təmizlədik, qapılarını yağladım. Bu avtomobil tam hazırdır, ortamışıq, maşallah olsun, motoru çox sakit işləyir. Yəni, hər Amerikadan gələn Range Roverlərdə belə motorlar çıxmır. Bu bəxtə çıxan bir şeylərdəndir. Maşallah olsun, çox qəşəng işləyir. Gəzi üçün xeyirli uğurlu olsun, xeyirli işləmə sürsün. İnşallah qalan sistemlərdə yüngülvari işləri var biraz. Oradakı inşallah servis həll edəcək. Onda servislər həll edəcək. Bu günlük bu qədər dəyərli Sağ olun, izləyicilərimiz. görüşərik inşallah, izləmədə qalın.